Salam, kanalıma xoş gəlmisiniz. Bugün quymaq hazırlayacağıq və 100 qram yağa görə lazım olan ərzaqları mən videoda qeyd edəcəyim. Həm də işin gedişini ardıcıl olaraq videoda görə bilərsiniz. Unu qovuran zaman orta ateşdən istifadə edirik ki, un yanmasın, tədricən qızıl rəngə qədər qovrulsun. Qovrulmuş unun üzərinə su əlavə etdikdə onu yaxşıca qarışdırırıq. Yaxşı olar ki, çırpıcı ilə qarışdırılsın ki, un topaqları qalmasın, eyni cinsli məhlul alınsın. Quymağın qazmağı olanda daha dadlı olur. Buna görə də dibi qazmaq tutmaq üçün dəmə qoymaq lazımdır. Və qazmaq əmələ gəldikdən sonra artıq yemək hazırdır. Buyurun, bizim də yeməyimiz hazırdır. Üzərinə qara şəkər tozu və darçın əlavə etmişəm. Nuş olsun. Ağız dadınız heç zaman pozulmasın.